Dostum, oxuyan məqsədinə çatar cümləsində oxuyan sözü fe'li sifətli, tərkib əmələ gətirməmişdir. Bir uşaq çıxmışdır, hadsatdır mən. Yaxşı olur, bilənə hadsatdır, bilməyənə çətindir. Əla. Qəşəng yazmışam. Asan dedi, çətin. Çətin idi. Asandı da var idi, çətini də var idi. Çətinlik dərəcəsinə görə, yəni uşağın hazırlaşmasına görə dəyişir. Necə hazırlaşıbdırsa, artıqlaması ilə yaza bilərdim imtahanı. Vaxt bölgüsünü səhv elədim, ona görə peşmanam, amma yaxşı olar inşallah. Suallar necə idi? Düşündürücü, vaxt aparan. Yaxşı idi, alaydı. Bir dənə riyaziyyat biraz çətin idi. Mənim öz belə leveluma görə çətin idi. Belə olursa normal idi, yaxşı idi. Biraz Azərbaycan dil mətnləri uzun idi və salam. 2 dənə sual çatdırmadım. Əslində bəzi suallar var idi. Məsələn, riyaziyyatda bəzi çətin suallar var idi. Bir də Azərbaycan dil qrammatikası çox vaxt aparan idi. Amma belə ümumi olaraq yaxşı idi. Yaxşı idi. Yaza bildiniz? Ümumiyyətlə, insan gündə imtahandadır. Hər bir seçim, hər bir addım həyat boyu. Bu da imtahandır. Və bu imtahanı sən necə keçirsən, imtahanın nəticəsini necə təhlil eləyirsən, özün o nəticəni təhlil eləyib növbəti qərarı qəbul edirsən. 95-ci ildə qəbul keçirəndə elə vaxtlar idir ki, gecə saat 4-ə qədər mən kim gəlirdi, hamını qəbul edirdim. Nə internet var idir ki, suallara internetlə cavab vermək, nə də poçt elə də yaxşı işləmirdi. Elə cəmaat gəlirdi və sən gərək hamını qəbul eləyirdin ki, bu növbə olmasın və insanlar öz cavabını ala bilsinlər. O çox mürəkkəb illər idi. Amma həmin o illərin təcrübəsi bizə ayrı bir yolda göstərdi və texnologiyaları necə tətbiq etmək olar. 99-cu ildə ilk dəfə biz elan etdik ki, nəticələri əldə etmək üçün gəlib burada binanın qabağında durmaq lazım deyil, əldən jurnal almaq lazım deyil, kiməsə pul verib nəticəni öyrənmək lazım deyil. İnternetə daxil olub siz nəticəni əldə edə bilərsiniz. Və bu çox maraqlı belə demək məsələlərə gətirib çıxartdı. Misal üçün bunu Amerikada yaşayan bir gənc bizdən eşidib, öz bacısının nəticəsinə baxıb, valideynlərinə gecə ikən zəng vurdu, saat 6-da biz elan etmişdik. Valideynlər yığışırlar ki, Bakıya getsinlər, nəticəni öyrənsinlər. O, Amerikadan zəng vurub deyib ki, bacım filan yerə qəbul olubdur, filan fakültəyə, internetdən baxıbdır Amerikada. Onlar inanmayıblar, nə danışırsan, hardan bilirsən, həm jurnal çıxmayıbdır, biz Bakıya gedirik öyrənməyə. Sonra bunu biləndən sonra qəbuluma da gəlmişlər ki, bu necə olur ki? Başa düşürsünüz, bu 99-cu il idi, indi gülməli gəlir ki, belə hallar olubdur, amma bu belə idi. Biz imtahan nəticələrini həm internet vasitəsindən, həm də SMS-lə elan edirdik, çatdırırdıq vətəndaşa. Orada vətəndaş özü iş nömrəsini göndərirdi SMS-lə müəyyən nömrəyə və oradan cavab gedirdi vətəndaşa ki, sən bu qədər bal toplamısan və ya filan yerə qəbul olmuşsan, ya olmamısan. Bəzi abituriyentlər o SMS-i saxtalaşdırırdı öz telefonunda və valideyninə onu göstərdi ki, mən 550 bal yığmışam, amma əslində bu 150 bal yığıb. Ondan sonra valideynlər bizə müraciət edirdi. Təbii ki, biz izahat verirdik. Lazım gələndə mobil operatorlardan rəsmi məlumat alıb onlara təqdim edirdik. Yəni, belə hallar olur. Bizim qurumun reputasiyasını qorumaq və şəffaflıq. Bunlar bir-birinə zid və bir-birinə əks olan anlayışlar deyil. İstənilən halda demək olar ki, hər ikisinin mənafeyində dururuq. Merhaba, telefon yoktu üstünüzde. Bütün bu işlərin xüsusi bir plan qrafiki var.
qrafiksiz, plansız bu işə girmək olmaz. Bu çox ağır böyük bir prosesdir, məsuliyyətli prosesdir. Təkcə bunun işin kütləviliyi və ağırlığı deyil, həm də olduqca məsuliyyətli bir prosesdir. İnsanların tali yüklü bir məsələlərdir və biz bu işlə məşğul oluruq. İndi imtahan ərəfəsindəyik biz. Buraxılış imtahanları olacaq. Qızğın ərəfədir. Yəni 20 il bundan qabaq, 25 il bundan qabaq siz burada bəlkə də bir balaca bir belə nümayiş oxşar bir vəziyyətlə üzləşə bilərdiniz. Amma görürsünüz, sakitlikdir tam. İdan mələki imtahanlar gedir, ondan sonra da belə sakitlikdir. Yəni artıq müəyyən qədər, yəni inam var, əvvəlki vəziyyət yoxdur. Yaxşılığa gedir. Yəni o ajiyataj artıq yoxdur. İnsanlar yaşadıkları hadisələrin əhəmiyyətini həmin hadisələr ərəfəsində və yaxud o prosesdə yaşadığı duyğuların yoğunluğu ilə müəyyən edirlər. İnsanlar burada çox yoğun duyğular yaşadığına görə bu sadəcə sanki bir həqiqət anıdır. Həmin məqam və insan buna bir məna yükləyir. Bir, o günə qədər olduğu hazırlığın bir nəticəsini görür. O vaxtda kimi məktəbə gedir, orada kimsə onu tərifləyir, kiminləsə rəqabət aparır. Amma bu artıq ölkə miqyasında bir rəqabətdir. Vahid standartlarla 10 minlərlə insanla müqayisədir. Bu həqiqət anıdır. Artıq hamı dəqiq bunu bilir ki, bəli, ayrı bir yol yoxdur, məşğul olmaq lazımdır, bilik qələbə gətirəcəkdir. İmtahan günü biz saat 5-dən gəlirik, bu prosesə hazırlaşırıq, imtahan rəhbərlərini qarşılayırıq və onlarla təlimatlar keçirik, imtahan materiallarını onlara təhvil veririk və imtahana yola salırıq. 48-91. Bu imtahanlarda abituriyentlər, iştirakçılar həyəcanlandığı kimi biz də həyəcanlanırıq, açıq deyim. Yəni, böyük prosesdir, kütləvi prosesdir və buna hazırlıq mərhələsidir. Burada bəzən mərhəmətli olmaq lazım gəlir, bəzən də qəddar olmaq lazım gəlir. Məsələn, imtahan prosesinə müdaxilələr olanda biz məcbur oluruq ki, ciddi, sərt qərarlar verək bununla bağlı. Hər bir çıxan o pozuntuya qarşı özümüzün də virusa qarşı antivirus hazırlayırıq, belə deyək. Bizim özümüzün antivirusları var. Tam çılpaqlıqla deyəməyəcəm, bağışlayır, amma çünki hər halda onlar da müəyyən qədər qapalı qalmalıdır. Amma tam əmin olsunlar ki, biz o oyunlar bizdən keçməyəcək. Biz nə qədər müasir texnoloji istifadə eləsələr də o oyunlar bizdən keçməyəcək. Nura, əlini yuyarsan, əlində bir yazı gördüm. Əlinin içinə baxdın, sanki elə bir şey. Zəhmət olmasa olur. İnsan faktoru aradan qalxıb. Siz öz biliyinizi nümayiş etdirərkən sizə heç bir təsir yoxdur. Nə müəllim, nə bir kənar şəxs, nə bir başqa bir marağı olan şəxs, sizə aşağı qiymət verib başqasına üstün vermək istəyən şəxs, ortada belə bir sizlə dimin arasında üçüncü bir şəxs yoxdur. Görürsünüz, imtahandır, mən indi sizlə sakit danışıram, amma kimlərsə nəsə işlər görür də. Faktiki olaraq mən indi yalnız ekstra hallarda müdaxilə edirəm. Hərə öz işini bilir, alqoritmik iş elə qurulub ki, hərə bilir ki, bax, burada mənim işim tamamlandı, o birisi şöbə başlayır. Və bu işi avtomatik olaraq, alqoritmik olaraq həll olunur. Siz gedib bir-bir bütün şöbələrə, departamentləri gəlsəz, demək olar ki, peşəkar olmayan bir adam tapmayacaqsınız. Burada təsadüfi heç bir insan yoxdur. Və hər bir sahənin peşəkarı birləşib, bax, belə bir hesab edirəm ki, gözəl qurum yaradıb və Dövlət İmtahan Mərkəzinin ən önəmli xüsusiyyəti də odur ki, onun hədəflərinin, onun təkmilləşməsinin sonu yoxdur.
Ümumiyyətlə bu cür böyük prosesi Dövlət İmtahan Mərkəzi innovativ həlləri tətbiq etməsə bu çox çətin idarə olunan bir proses olar. Dövlət İmtahan Mərkəzinin kollektivi elə də böyük deyil. Yəni burada çox müasir texnologiyalar tətbiq olunur. Onu da deyim ki, Dövlət İmtahan Mərkəzi müasir texnologiyaları, informasiya texnologiyaları, kütləvi proseslərə tətbiq edən ilk təşkilatdır. Biz o vaxtı IBM PC-286'lar var idi, kompüterlər. Orada əllə yığılırdı abituriyentlərin məlumatları. Sonra imtahana buraxılış vərəqələrini çap eləmək üçün bizdə bu zəif çap eləyən printerlər var idi. Biz onlara rulon kağızlar var idi, keçirirdik və onu bir neçə sutka ərzində bir-bir çap olunurdular ki, vətəndaşlara çatsın. İlk illərdə bizim deməli cavab kartları Türkiyədə çap olundu və orada da emal olundu imtahandan sonra və orada da yerləşdirmə aparıldı. Biz siyahıları bura gətirdik. Amma 93-cü ildən bizdə bu gördüyünüz skanerlər deməli alındı. Biz də fəaliyyətimizdə tətbiq elədik onu. Ondan sonra yəni biz müstəqil şəkildə öz işimizi davam edirdik. Artıq dünyanı idarə edən qüvvələr o qüvvələrdir ki, kimin datası, daha geniş dataları onlar əldə ediblər, kimlərin alqoritmləri bütün dünya üzrə işləyir. Ölkə intellektual müstəqilliyini saxlamaq istəyirsə, o özü gərək öz data analitika ilə məşğul olan mütəxəssisləri bəsləsin və özü öz datalarından işləsin. Lazımı olan alqoritmlər, onlar üçün lazım olan alqoritmlər ölkədə yaransın və biz də bu yolla gedirik təbii ki. Zal 308, 3-cü mərtəbə. Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı. 2 qurumun səlahiyyətləri verildi Dövlət İmtahan Mərkəzinə. Deməli, onun fəaliyyəti də tam, belə deyək də, geniş bir vüsət almalı idi. Ona görə də hər iki binanın yenidən layihələndirildi. Tələbə qəbul üzrə Dövlət Komissiyasının binası inzibati bina kimi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın binası isə elektron imtahanlar korpusu kimi yenidən layihələndirildi. İnzibati binada elektron imtahanlar korpusu da texnoloji binalar oldular. Bütün informasiya bu QR kod vasitəsilə bildirilir. Uşağın adı, familiyası, iş nömrəsi, zalı, binanın nömrəsi. QR kod, bütün məlumatlar bu QR kodda göstərilmişdir. Artıq 2 ildir ki, biz imtahan korpusunda ənənəvi kağız daşıyıcılarda olan imtahandan yox, müasir dövrün tələbinə uyğun olaraq, yüksək texnologiyalar dövrünün tələbinə uyğun olaraq elektron imtahanlar keçiririk. Kağız imtahanlarından fərqli olaraq burada vaxt tələbi yoxdur ki, müəyyən qədər vaxtdan sonra imtahanların nəticələri elan olunsun. Elektron imtahanlarda dərhal, yəni bu çox böyük üstünlükdür. Vətəndaşlar üçün də, bizim üçün də, Dövlət İmtahan Mərkəzi üçün də o baxımdan da ki, həm operativlik, obyektivlik, şəffaflıq qorunur, həm də ki, ekoloji cəhətdən kağız belə də istifadə olunmur və nəticələr dərhal göstərilir və həmin vaxtda deməli, şəxsi kabinetdə yerləşdirilir. Bizim məqsədimiz ondan ibarətdir ki, təkcə Bakıda yox, regionlarda da belə elektron imtahanları keçirmək imkanımız olsun. Bu demək layihə Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcəkdir. Onların da regionlarda müəllimlərin işə qəbulu imtahanı var və beləliklə biz bütün imtahanlar üçün hamını Bakıya yox, necə ki, o birisi imtahanlarda var ki, biz gedirik imtahanı regionlarda, kəndlərdə keçiririk. Bu imtahanları da rəqəmsallaşma yolundan biz gedəndə bu imkanlar yaranacaqdır. Amma bu təkcə bizdən asılı deyil. Çünki burada internetin sürəti ölkə üzrə demək, mütləq elektrik xətlərin həmişə işləməyi bu vacibdir. 100-dən çox dövlət orqanları üçün bax belə qəbul imtahanları həyata keçiririk. Fərqli-fərqli insanlar gəlir və bütün bu prosedurları unifikasiya etmək üçün, eyni yanaşma olmaq üçün
hər bir vəzifənin deməli vakant vəzifə üzrə müsahibə proqramları hazırlanır ki, bütün namizədlər eyni qaydada həmin müsahibə proqramlarından hazırlaşsınlar. Bu imtahan deyil. Ona görə müsahibə deyilir. Əvvəl qanunda müsahibə söhbət sözündən, ikinci mərhələ söhbətdən ibarətdir və cəmiyyətdə də bir belə mem yaranmışdı ki, girirlər, nədən söhbət eləyirlər bilmirik, kim lazımdır onu seçirlər. İnsanlar istədiyi nəticə almayanda biraz aqressivləşirlər. Bəzən özünə qarşı, bəzən imtahan keçirən quruma qarşı. 2009-cu ildən başlamışıq bütün müsahibələrin video çəkilişini aparmağa, namizədin razılığı olduğu halda. Çünki bu da bizim təcrübədən irəli gəlirdi ki, narazı olanlar olur ki, müsahibədə mənə o sualı verməyiblər. Bunların hamısının qarşısını almaq üçün biz o video çəkilişləri aparırıq və onlar hamısı bizdə arxivləşdirilir. Hər bir suala bizim cavabımız var. Hər bir vətəndaş gəlir, əgər onun bir nəsə şikayəti varsa biz onu cavablandırırıq. Vətəndaş qəbulu mərkəzində biz bura yaxınlaşan vətəndaşlar üçün ayrıca kompüterdə istifadəyə vermişik. İnternetlə təchiz olunubdur. Bəzən olur ki, vətəndaşlar gəlirlər, onlar müəyyən bir məsələlərlə bağlı dəqiqləşdirmələr aparmaq istəyirlər. Onlara internet lazım olur. Ona görə də bu kompüteri ayrıca olaraq onlar üçün ayırmışıq. İstifadə edə bilərlər. Bax, burada daxil olurlar, hansısa bir brauzerlə axtarış apara bilərlər və yaxud da ki, özlərinə aid olan hansısa bir məlumatlara baxa bilərlər. Dövlət İmtahan Mərkəzinin saytına daxil olub hansısa bir məlumatla tanış ola bilərlər. Salam. 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 Salam aleyküm. Qərarlar çox məsləhətli qəbul olunur. Hərdən mən özüm əsas bir hansısa bir təklif eləyirəmsə, əgər heç kim qarşısına çıxmışsa, mən başlayıram özümə də aparət eləmək. Kollektiv bilir ki, biz apardığımız iş çox vacib işdir və bu iş hər bir gəncin talehinə təsir göstərə bilər. Və bu məsuliyyəti hər bir an biz hiss eləyirik. İctimaiyyətdə olur belə suallar ki, imtahan çətin idi. Amma mən sizə deyim ki, burada Dövlət İmtahan Mərkəzində qiymətləndirmənin dünyada olan ən son nailiyyətləri tətbiq olunur. Dünya bir yerdəmi durub? Əmək bazarı bir yerdəmi durub? Dəyişir, inkişaf eləyir. Əmək bazarının tələbləri 10 il bundan əvvəl və indiki əmək bazarının tələbləri eynidirmi? Və orada sual deyəndə ki, sualları çətinləşdirirsiniz. Mən soruşuram, siz nə ilə müqayisədə sizin uşağınız üçün çətin idi? Amma baxın, biz statistikanı da açıqlayırıq. Hər il biz statistikanı açıqlayırıq ki, nə qədər uşaq bu intervalda bal toplayıb. Axı, onlar da bizim balalarımızdır. Bizim ölkənin balalarıdır. Bizim ölkənin məktəblərinin məzunlarıdır. Valideyn öz uşağını hamıdan yaxşı bilir və onun gücünə uyğun olaraq ona hansısa məqsəd qoymalıdır. İstəmirlər nəyisə eşitmək. İnsan nəyi eşitmək istəyir? Kim başından sığallayıb deyir ki, yox, sənin uşağın hər şeyi bacaracaq, onu daha tez eşidir. Nəinki, misal üçün biz ona desək ki, yox, siz düz seçim eləməyibsiniz, sizin uşağınız ayrı istiqamətdə getməlidir. Başa düşürsünüz, mən bununla əlaqədar hətta öz ailəmdə də belə şeylərə rast gəlmişdim. Lap belə çoxdan belə bir testlərdən mən öz qardaşım uşaqlarını keçirəndə və deyəndə ki, bu uşağın çox yaxşı demək artistik
qabiliyyəti var. Qardaşım mənim üstümə hirslənmişdi ki, mən bunu ayrı sahəyə göndərəcəm. İnsanlar bəzən düşünür ki, prestijlidir, kimsə deyirsə bu əhəmiyyətlidir, mən ora gedim. İnsanlar öz içinə baxmırlar. Mənim potensialım nədir? Hamı deyir ki, ora yaxşıdır, mən ora gedim. Xeyr, elə deyil. Sən öz daxilinə baxmalısan. Sən hansı sahədə maksimum yüksələ bilərsən? İnsanlar nəyə düşünür? 2-3 ixtisas var. Hansıları ki, bitirən kimi, tutaq ki, böyük ehtimalla iş tapma ehtimalı yüksəlir. Ora yönəlir insanlar. Və ora yönəlindən sonra insanlar xoşbəxt olmur. Orada optimal, ortaba bir mütəxəssisə çevrilərək yaşamağa başlayırlar. Amma halbuki sən daha çətin yolu seçsəydin, sən, bəli, ola bilər ki, universiteti bitirən kimi yüksək maaşlı, məvacibli iş tapmayacaqydın. Amma ondan 10 il sonra sən yüksək mütəxəssisə çevirəcəkdin, cəmiyyətin həyatına müsbət təsir edəcəkdin, özünün maddi vəziyyətin qat-qat daha yüksək olacaq idi və hətta dünya miqyasında mütəxəssis ola bilərsən. Heç vaxt heç nə gec deyil. Heç vaxt heç nə gec deyil və tədqiqatlar da göstərir ki, əslində insanlar gənc yaşında özünün müstəqil qərarını verəcək qədər cəsur olmurlar. Bu cəsarət insanlar bütün səhvləri buraxdıqdan sonra gəlir. Və əsasən insanlar rasional qərarlarını 40 yaşından sonra verirlər. Bizdə demək olar ki, ən yaxşı deyək ki, bizim ali təhsil müəssisələrinin hamısı planını doldurur, yəni qəbul olunurlar. Həm dövlət deyək ki, proqramından, yəni dövlət maliyyələşdirdiyi, həm də pullu. Hətta bizdə 150 bal toplayanda o da gedib hansısa bir universitetdə, yəni keçid balıdır. Gedib orada oxuya bilər. Mən hesab etmirəm ki, yəni biz onu dar eləmişik qəbulu. Qəbul olmamışsınızsa, bu sizin daha əvvəl buraxdığınız səhvlər və yaxud da ki, verdiyiniz yanlış qərarların nəticəsidir. Amma siz elə bilirsiniz ki, nəsə imtahanda baş verdi. İmtahanda baş verməyib. Baş verənlər çox-çox əvvəl baş verir. Testologiyanın müəyyən tələbləri var. Bu tələbləri biz bu şəffaflığa qurban vermişik. Məsələn, heç bir yerdə, dünyanın heç bir yerində imtahandan sonra sual kitabçalarını vermirlər. Sualları qoruyurlar. O suallar dəyəri çoxdur o sualların. Hətta o suallar imtahanda iştirak edəndən sonra onun dəyəri daha da çox artır. O kalibrovka olur. Təşəkkürlər, sağ olun. İmtahan üçün tam zəruri şərait yaradılır imtahan binalarında. İmtahan binalarına giriş rahatdır, imtahan binalarında otaqların vəziyyəti yaxşıdır. Mən sizə bir misal üçün deyim ki, biz vaxtilə indi məktəblərimizin vəziyyəti yaxşıdır, xeyli məktəblərimiz, yeni məktəblərimiz tikilib, köhnə məktəblər də təmirdən çıxıb, vəziyyət yaxşıdır və bu yaxşılaşma getdikcə bizim imtahan şəraitimiz də yaxşılaşır. Amma əvvəllər problemlər, çətinliklər vardı. Hətta məktəb binalarında pəncərələrdə pərdə yox idi. Mənim yadımdadır ki, imtahan iştirakçılarına günəş şüaları mane olmasın deyə biz özümüzlə pərdə aparırdıq imtahan yerlərinə. O pərdələri pəncərəyə tuturduq. İmtahandan sonra o pərdələri yığırdıq, gətirirdik və hər dəfə imtahanda bu pərdələri aparırdıq. Yəni, biz uşaqların o qayğısını da çəkmişik. Azərbaycanın ölkə olaraq və bizim DİM olaraq qarşımıza duran missiyalardan biri də artıq qiymətləndirmədən diaqnostikaya keçməkdir. Sadəcə qərar verici qiymətləndirmə yox və bu DİM rəhbərliyin siyasətidir. Son 10 ildə biz səriştə modelinə keçmişik. Eyni zamanda diaqnostik alətlər hazırlamağa başlamışıq. İnsanların psixoloji pasportlarını hazırlamaq, onların psixoloji portretlərini hazırlamaq və onları nə qədər mümkündür tez, düzgün istiqamətə yönləndirmək. Və bunların hazırlanması çox bir çətin bir prosesdir və çox məsuliyyətli prosesdir. Bu prosesi təbii ki, vətəndaşlarımız görmür. Bunu yalnız biz görürük, biz sevirik. Bəzi partalarda görürsünüz, altında çanta qoymaq üçün yerlər var. Həmin hissə olmayan partalar olsun. Çünki əlil arabasında onlar, həmin o sağlamlıq imkanı məhdud iştirakçılar gələcək, arabalarında oturaraq imtahan verəcəklər. Ona görə bu araba tam olaraq partanın arxasına keçməlidir.
Dövlət İmtahan Mərkəzi tərəfindən hər bir imtahanın keçirilməsindən əvvəl DİM əməkdaşları və dəvət olunmuş ekspertlərdən ibarət işçi qrup yaradılır və həmin işçi qrup qapalı şəraitdə imtahan materiallarının formalaşması və təqdim olunması işlərini yerinə yetirir. Yoxlama prosesi sona çatdıqdan sonra Dövlət İmtahan Mərkəzinin rəhbərliyi tərəfindən işçi qrupuna texniki tapşırıq xüsusi zərfdə təqdim olunur. Həmin zərf Test Bankı şöbəsinin məsul əməkdaşı tərəfindən açılaraq kompüterdə bu texniki tapşırığın açılması, yəni işlək olması bir daha yoxlanılır. Bundan sonra Dövlət İmtahan Mərkəzinin məsul şəxsi qapalı şəraiti tərk edir. Texniki tapşırıq əsasında start verilməsi üçün xüsusi proqrama təsadüfi ədəd tələb olunur. Həmin təsadüfi ədədin əvvəli həmin texniki tapşırıqda qeyd olunur Dövlət İmtahan Mərkəzinin rəhbərliyi tərəfindən. Sonraki hissəsi isə qapalı şəraitdə iştirak edən ekspertlər tərəfindən təsadüfi qaydada verilən 3 rəqəmli ədədlərdən istifadə olunaraq formalaşır. Təsadüfi ədədlər formalaşandan sonra həmin təsadüfi ədədlər o xüsusi proqram təminatına daxil edilərək start verilir və nəticədə qarşıda nəzərdə tutulan imtahan üçün sualların, yəni test tapşırıqlarının ümumi test bankından çıxarılması həyata keçirilir. Selamünaleyküm. Cevapları oradan bir deyir, biz de etalondan yoxlayırıq. Doğrudursa ona onu təsdiq edir. Əgər nəsə bir uyğunsuzluq varsa onu araşdırırıq. Bu test tapşırıqları həm texniki cəhətdən, həm də ki elmi metodiki cəhətdən bir daha yoxlanılır. Onların mövcud imtahan proqramına uyğunluğu, texniki tapşırığa onların çətinlik dərəcəsinin uyğun gəlməsi nöqteyi nəzərindən son ekspertizalar həyata keçirilir. Lazım olarsa burada redaktor xarakterli cüzi dəyişikliklər həyata keçirilir və bundan sonra həmin bu komplekt əsasında test kitabçaları formalaşır. Yəni bir neçə istiqamət üzrə ayrı-ayrı ekspertlər tərəfindən tərtib olunmuş bu komplektlər əsasında son kitabça formalaşdırılaraq çap üçün və yaxud elektron imtahan üçün müvafiq formada
rəhbərliyə təqdim olunur və imtahan iştirakçılarına təqdim olunmaq üçün sonraki mərhələdə iş gedir. Bu məsələ çox çətin məsələdir, qorxulu məsələdir. Onun təhlükəsizliyi vacibdir. Çox uğurlu büdcələrdən biri oldu. Uğurlu keçməsində əsas rollardan birində bizim bu çəkiliş komandası gəlməsi səbəb oldu və son olaraq xahiş edirəm ki, onlara böyük bir təşəkkür edəyək, minnətdaram. Hörmətli həmkarlar, qapalı şəraitdə iş rejimi başa çatdı. Çox sağ olun, gedə bilərsiniz. İlkin məlumatlara əsasən 9 şagirddə mobil telefon aşkarlanıbdır, xaric olunublar imtahandan və onların nəticələri ləğv olunacaqdır. Biz mexaniki saatlara icazə veririk. Onlar imtahana bax, mexaniki saat adından bunu gətiriblər. Bunun da içərisində əlinə kurslar qaydada yığılıb, ötürücülük xüsusiyyəti olan mikrosxemlər falan mexaniki saata oxşuyur, amma içərisində ötürücülüyü olan mikrosxem yığılıb. İndi bu da nümunə üçündür. Çoxdur belə hallar. Qaydadan nə sola, nə sağa biz addım ata bilmərik. Bu reallıqdır. O da qaldı ki, empatiya hissi, hərdən empatiya hissi də məcbur eləyir ki, sən sərt qərar verərsən. Çünki insan özü anlamır öz faciəsini və sərt qərar verəndən sonra bəlkə də o demək, özü üçün düzgün seçim eləyə bilər. Hər bir şəxs, necə ki onun zahirən görünüşü var və fiziki olaraq biz görürük ki, bu basketbolist ola bilər ya da bu da demək idmançı kimi sprinter ola bilər. Psixoloji elə də quruluşu var hər bir şəxsin. O psixoloji quruluşu, o kognitiv demək bacarıqları, onları da qiymətləndirib biz belə məsləhətlər verə bilərik və bu alətlər var. Bizə müraciət edənlər onları istifadə edə bilərlər. Məqsədlərdən nail olmaq üçün hər şey onlardan asılıdır. Ayrı bir yollar axtarmasınlar. Bu siz, bu Dövlət İmtahan Mərkəzi, bu da sizin deyək ki, kitablarınız. Nə qədər siz yaxşı oxusanız, nə qədər öz üzərinizdə çalışsanız, o qədər sizin böyük şansınız olacaqdır, yaxşı nəticələr əldə edəsiniz və irəli gedəsiniz. Hamısına can sağlığı arzulayıram, hamısına imtahanlarda uğurlar arzulayıram. Hər şey dünyada baş verə bilər, hər şeyi insan itirə bilir. Amma bilik və bacarığını onun əlindən heç kim ala bilməz. Sizin gələcəyiniz, sizin topladığınız bilik və bacarığın əsasında qurulacaqdır. Biz balaca bir qurumuq, amma bizim proyeksiya gücümüz, yəni burada baş verənlərin təsir gücü çox böyükdür. Mən Dövlət İmtahan Mərkəzinin bütün kollektivinə, təbii ki, rəhbərliyimiz başda olmaq şərti ilə Məlikə xanıma can sağlığı arzulayıram. Bu istiqamətdə uğurlar arzulayıram, yəni iradə, yorulmaz bir fəaliyyət arzulayıram və bütün kollektivimizi təbrik edirəm. Dövlət İmtahan Mərkəzinin kollektivinə gələcək şərəfli və ağır işlərində uğurlar arzu eləmək istəyirəm. Demin, uğurları onun kollektivindən, onun rəhbərliyindən asılıdır. Rəhbəri öz-özlüyündə kollektivsiz heç nəyə nail ola bilməz. Düzdür, kollektiv də yaxşı rəhbər olmasa, o qarşıda qoyulan məqsədlərə çata bilməz. Hər birinin möhtəşəm rolu var. Mən onların hamısını əlbəttə ki, hər halda eşidəcəklər məni. Mən onlara çox sağ ol demək istəyirəm. Mən çox xoşbəxtəm ki, mən belə bir kollektivin üzvüyəm. Hər bir şəxs buradan demək olar ki, bir dəfə keçir bizdən və sonra yadından çıxarır bizi. Arzularımız çoxdur. Yuxusuz gecələrimiz var.
Mən onu deyim. Dostlar oturanda söhbət edəndə deyirdik ki, bax indi səni bu dəqiqə icazə versələr ki, gedəsən evə, nə edəcəksən? Deyirdik gedib 2 gün 3 gün yataram. İndi bizdə o yuxusuzluq var. Məhz o yuxusuzluq və biz həftə sonları bilmirəm bunu bəlkə heç vermək olmaz, amma deyəcəm bunu da ki, həftə sonları biz ailə ilə istirahətə gedə bilmirik. Ən çox sayılı imtahanlarımız bizim məhz qəbul imtahanlarıdır. Ona görə də yay vaxtı bizə, yəni məzuniyyətə çıxmaq icazə yoxdur, imkan yoxdur hətta və ailəmizlə, yəni o hamının bildiyi məzuniyyətə çıxa bilmirik. Bu birinci mərhələdir. Amma bu sahədə biz biliyin və bacarıqların qiymətləndirməsi sahəsində artıq 30 ildir ki, çalışırıq. 30 ildə insanın həyatında çox məhsuldar bir yaşdır. Mənə elə gəlir ki, indiyə qədər biz apardığımız iş ölkəmizdə insan kapitalının formalaşmasına kifayət qədər təsir göstəribdir. Və bu çox məsuliyyətli işdir, vacib bir işdir. Hamıya mən ilk növbədə can sağlığı arzulayıram və ümidvaram ki, ha vaxtsa Dövlət İmtahan Mərkəzinin 20 illiyində də, 25 illiyində də kollektiv daha möhkəm, daha ağıllı və daha mühüm nəticələrlə qarşılayacaqdır gələcək öz yubileylərini. Dövlət İmtahan Mərkəzinin dəyərli kollektivi sizi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından mərkəzin yaradılmasının 10 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Mərkəzin fəaliyyət göstərdiyi illər ərzində Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığı bizim vəkillik üçün də çox böyük töhfələr vermişdi. Mərkəzin kollektivinə gələcək fəaliyyətlərində uğurlar, davamlı inkişaf və yeni nailiyyətlər arzu edirik. Əminəm ki, Azərbaycan təhsilinin inkişafı üçün bundan sonra da onların uğurlu işləri olacaq və hər bir Azərbaycan vətəndaşı da Dövlət İmtahan Mərkəzinin ədaləti ilə öyünəcək və bu istiqamətdə işlərini aparacaqlar. Mən fürsətdən istifadə edərək 10 illik yubiley münasibəti ilə Dövlət İmtahan Mərkəzinin rəhbərliyini və bütün həmkarlarımı səmimilərlə təbrik edirəm. İnanıram ki, onların təhsil sahəsində gördükləri işlər bundan sonra da Azərbaycanın uğurla inkişafına xidmət edəcəkdir.